Salam, dəyərli dostlar, əziz həmkarlar, abituriyentlər, hər birinizi salamlayıram və ədəbiyyat dərslərimizə davam eləyirik. Bugünkü mövzumuz 6-cı sinif dərsliyindən su həsrəti mövzusudur. Baxaq su həsrəti. Əsərin özünü oxuyandan sonra, onun, yəni əsərin məzmunu ilə tam tanış olandan sonra biz əsərin janrını, yazılma xüsusiyyətlərini öyrənərik. Ona görə əvvəlcə əsərin məzmunu ilə tanış olaq. Əsər həcminə görə kiçikdir. Ona görə elə dərslikdə olan, yəni dərslikdəki qədər hissəni oxuyub məzmununu öyrənəcəyik. Demək, işğalçılar tərəfindən təqib olunan karvan gecə-gündüz yol gedir. Tuluqlarda su ehtiyatı çoxdan qurtarmışdı. Susuzluqdan dodaqları çatlamış adamlar danışmırlar. Başlar sinəyə enmiş, addımlar ağırlaşmışdı. Qaçqınların arasında çoxlu gənc var idi. Onlardan ikisi, qardaş və bacı, karvanın lap sonunda yanaşa addımlayırdılar. Arabir başlarını qaldırıb, ümid dolu nəzərlərini irəli zilləyirlər. Oğlan taqətdən düşmüş bacısı Ceyranı geri qalmağa qoymur. Onu özü ilə aparır. Demək, bu hissədən bizə nə aydın oldu? İşğalçılar yəqin ki, ərazini işğal eləyiblər. Əhali, yerli əhali karvana qoşulub, karvanla birlikdə qaçmağa məcburdular. Onlar qaçıb gedirlər səhralarla, susuz səhralarla. Amma işğalçılar da bunları güdür. Onların dalınca bunlar da gəlirlər. Susuz səhralardır, böyük qumlu səhralar. Su yoxdur, su ehtiyatı çoxdan qutarıb. Adamların artıq danışmağa taqəti qalmayıb. Başların sinələrinə endiriblər. Ağır-ağır addımlar, dəvələrin də addımları ağırlaşıb. Bu qaçqında olan adamların arasında gənclər də var. Və bu gənclərdən bir də bir bacı və qardaş var. Onlar karvanın lap sonunda yanaşı addımya-addımya gəlirlər. Arabir bu bacı qardaş arabir başlarını qaldırırlar. İrəli baxırlar ki, bəlkə hardasa uzaqda su görünə. Oğlan, əlbəttə ki, oğlan yaşda böyükdür, bacısı ondan biraz kiçikdir. Dözmürlər, susuzluğa bacı heç cürə dözmür. Amma qardaş bacısını geri qalmağa qoymur, onu da özü ilə aparır. Bir neçə gündə getdilər və artıq daha da çətinləşir, yol getmək, yerimək daha da çətinləşir. Qız artıq əldən düşüb, gedə bilmir. Ayaq üstə tab gətirə bilməyib yıxılır. Əsən xəzri narın qumu qızın qara gür saçlarına doldurur. Göz yaşlarında islanmış qum ağırlaşır. Demək, bir neçə gündə yol gedirlər, amma susuz, onsuz da susuzluq idi. Təzdən bir neçə gün susuz yol gedirlər və qız tamamilə əldən düşüb gedə bilmir, yıxılır. Yıxılır və bu zaman həm də külək əsir, xəzri əsir və səhradakı qumu da qızın saçlarına doldurur. Qızın gözlərindən yaş axır və həmin yaş da qumu isladır, vəziyyət biraz da ağırlaşmış, çətinləşmiş olur. Yaşca böyük olan qardaşı bir anlığa ayaq saxlayır, əyilib bacısını qolları üstə qaldırır. Ağır addımlarla ardınca gəlir. Deməli, qız kiçikdir, qardaşı yaşda ondan böyükdür, o bacısını orada qoyub getmir, onu qucağına qaldırır, götürür və ağır addımlarla karvanın dalı ilə getməyə başlayır. Yenidən 3 gün yol gedirlər. 3 gündən sonra artıq oğlan da dözmür, o da taqətdən düşür və o da hərəkət eləyə bilmir. İndi heç bir qüvvə, nə xilas olmaq ümidi, nə həyat eşqi onun dadına çatır. Taqətdən düşdüyünü duyan gənc huşsuz bacısını ehtiyatla yerə qoyur. Deməli, indi artıq nə xilas olmaq barədə ümid, nə də həyata olan eşq, həyat sevgisi onun dadına çatmır və taqətdən düşür. Bunu görən gənc bacısını ehtiyatdan artıq yerə qoyur, çünki artıq o da gedə bilmir. Diz çökür, əllərini göyə qaldırıb yalvarır, ilahi köməyini bizdən əsirgəmə. Demək, qardaşı bacısını da yerə qoyur, artıq özü də gedə bilmir və əllərini göyə qaldırıb Allaha yalvarır ki, ya Rəbbi, bizə kömək elə, bizdən öz köməyi əsirgəmə. Uçsuz bucaqsız səhra çarəsiz gəncin səsini udur. Qəhər onu boğur. Gəncin qara gözlərində 2 damla yaş görünür.
Damlalar yerə düşür. Birdən-birə yer aralanır, bulaq suyu fəvvarə vurur. Deməli, oğlan bu sözləri, ilahi köməyini bizdən əsirgəmə sözləri, səhrada elə bir səhra bu oğlanın səsini udur, amma qəhərlənir. Onun qara gözlərindən 2 damla da yaş görünür və gözündən o 2 damla yaş yerə düşür. Yerə düşən kimi yer aralanır, oğlanın göz yaşlarının düşdüyü yerdə yer aralanır və birdən-birə bulaq suyu fəvvarə vurmağa başlayır. Beləliklə, həm bütün karvandakılar, həm dəvələr, eyni zamanda bacısı Ceyranın da həyatı xilas olmuş olur. Amma bundan iş bitmir. Acı tale qaçqınları rahat buraxmır. Bunlar qaçıb gedirlər, amma elə bir taleləri də bunlarla, acı taleləri də bunların ardınca gəlir. Və bu acılığı da yaradan düşməndir. Baxaq ardına, qəddar düşmən bütün bu günləri karvanın izinə düşüb, onu bulaq başında haqlayır. Düşmən atlıları bulaqdan axan gür, şəffaf suyu görüb heyrətlənirlər. Su onlar üçün də həyat deməkdir. Sadəcə çox olan amansız düşmənlə döyüş başlanır. Deməli, düşmən bunların ardı ilə gəlir, bulaq başına gəlib bunlara çatır. Çünki artıq bunlar enmişdilər atlarından yerə, bulağın suyundan doyunca içib biraz dincəlirdilər. Düşmən də bu anda gəlir çatır. Bulağı görüb onlar da təəccüblənirlər. Və burada döyüş başlanır. Düşmən sayca çox idi. Bu karvandakılar azdı, amma düşmən sayca çox idi. Məğrur Ceyran düşmən atlarının yaxınlaşdığını görüb, gözlərini göyə qaldırır. Yanıqlı səslə deyir, uca tanrı, məni daş elə, qaya elə. Ceyran, oğlanın, gənc oğlanın bacısı, görür ki, düşmən atları gəlib çatır, əllərini göyə qaldırır, gözlərini qaldırır göyə, yanıqlı bir səslə deyir ki, ya Rəbbi, düşmənə məğlub olmaqdansa, məni daşa çevir, qayaya çevir, belə deyir. Artıq bu döyüş başlanandan sonra idi. Düşmənlər və karvan adamları gözlərinin qarşısında baş verənlərdən donub qalırlar. Əllərini göyə qaldırmış ağ paltarlı Ceyran bir göz qırpımında daş heykələ çevrilir. Demək, bu anda düşmənlər və karvan adamlar gözlərinin qarşısında baş verir bu hadisə. Bir də görürlər ki, Ceyran əllərini göyə qaldırmış şəkildə əynində ağ paltarla bir anda daşa çevrildi. Heyrət və qorxudan təşvişə düşən işğalçılar elə həmin andaca bulaq suyunun quruduğunu da görürlər. Demək, Ceyran daşa çevrilir və eyni anda həm də bulaq da quruyur. Yer açılıb, yarılıb, yerdən fəvvarə vuran bulaq da, bulağın suyu da quruyur. Və işğalçılar da bunu görürlər. Görürlər, Ceyranın bir anda daş heykələ çevrildi və ardınca da bulağın suyu qurudu. Onlar həyəcan içində su, qayıt, su, qayıt deyə qışqırmağa başlayırlar. Düşmənlər özlərini bulağa getirəndə səhra bulaq suyunu artıq sorub qutarmışdı. Düşmənlər demək yürürlər bulağın üstünə ki, su, qayıt deyib qışqıra-qışqıra üstünə yürürlər, amma onlar gəlib çatana qədər bulağın suyu tamamilə qurumuş olur. Son yoxdur, bu şəkildədir. Baxın, burada şəkildə görürük, bu Ceyran, bu da onun qardaşı. Biz bunları görürük. İndi baxaq, bunun janrını, növünü müəyyənləşdirək. Məzmunu biz gördük, məzmunla artıq tanış olmuşuq. Qısa şəkildə biz bunun məzmununu, yəni tam şəkildə bildik. Söhbət nədən gedir burada? Əvvəla baxırıq, nəsrdir, nəsrdən yazılıb. Amma burada bir şey deyim, yadda saxlayaq ki, şifahi xalq ədəbiyyatının nümunələri haqqında yazılır demək doğru deyil. Bəli, bu indi yazılıb. Biz bunu yazılı şəkildə oxuyuruq dərsliyimizdə. Amma bunu kimsə yazmayıb. Biz buna niyə görə şifahi ədəbiyyat nümunəsi deyirik? Çünki şifahi şəkildə bu yaranıb. Biz onun haqqında yaranıb deməliyik, yazılıb yox. Yazılan sonradandır, xalqın ağzında zamanla yaranıb, dövrümüzə qədər ağızdan ağıza keçərək gəlib çatıb. Bugün əlbəttə ki, artıq yazının bu qədər inkişaf elədiyi bir zamanda biz onları yazıya alırıq. Amma bugünkü yazıya almaq o demək deyil ki, şifahi ədəbiyyata aid bu indi oxuduğumuz nümunə yazılıb, yazılmayıb, bu yaranıb.
Və demək nəsrdəndir və məzmunu bildiyimizə görə həcmi də gördük. Həcmi o qədər də böyük deyil, kiçikdir. Buradakı obrazlar, hadisələr haqqında nə deyə bilərik? Məsələn, sonda biz gördük ki, məsələn, əvvəlkilər biraz həqiqətə uyğun gəlir. Yəni karvana bir harasa hücum olanda yerli əhali karvana qoşulub qaça bilər. Səhraya da gedə bilər. Bunlar həqiqətə uyğundurlar. Düşmən də onların ardınca gələ bilər. Onsuz da biz bunları yaşamışıq. Səhra olmasa da Xocalda ermənilərin başımıza gətirdiklərini bildirik. Yerli əhali qaçıb, düşmən də onları meşədə, orada burada öldürüb. Bunlar var. Həqiqətə uyğundur. Burada da görürük ki, səhraya qədər bunlar gedib çıxırlar. Susuzluq ola bilir. Susuzluqdan ölmək də mümkündür. Hələ burada bir neçə gün deyir. Sussundan sonra bir neçə gün, sonra yenidən 3 gün. Buna dözmək insan üçün çətin məsələdir. Mümkün deyil. Amma sonraki hadisələrə baxırıqsa, məsələn, oğlan qardaşı əlini qaldırır göyə ki, ya Rəbbi, kömək əli bizdən əsirgəmə. Deyir, yerdən bulaq fəvvarə vurur. Bu, insan ağlının dərk etmədiyi bir şey. Yəni, bu həqiqətə uyğun bir şey deyil. Və yaxud da ceyran desin ki, ya Rəbbi, məni daş elə, qaya elə desin və o saat həmin anda o daşa, qayaya çevrilmiş olsun və həmin anda bulaq fəvvarə vuran bulağın suyu qurumuş olsun. Bunlar həqiqəti əks etdirmir. Bunlar sadəcə insanların, bunu qoşan, düzüb qoşan insanların deyək, fikirləri deyək, istəkləri özlərindən uydurduqları bir şeylərdir. Bunlar insan ağlının dərk etmədiyi, bugünkü günümüzdə mümkünsüz görünən bir şeylərdir və buna görə də biz bu nəsr nümunəsinə janrını müəyyənləşdirməkdən ötürü artıq janr məlumdur demək olar ki, nəsrdən yazılıb sujet varsa deməli epik növdədir. Və epik növün hansı janrındadır? Ağla sığmaz hadisələr, insanın daşa, quşa çevrilməsi varsa burada, deməli bu əfsanədir. Demək, artıq biz qərar verə bilirik ki, Su həsrəti əsərinin janrı əfsanədir. Elə burada da yazılıb, əslində dərsdə var, əfsanə olduğu. Demək, əfsanə janrında yazılmış kiçik, yazılmış yox, yaranmış kiçik həcmli bir mətndir. Biz artıq bunun əfsanə olduğunu da müəyyənləşdirdik və indi bir sıra məsələlərə diqqət yetirəcəyik. Demək, burada biz bu əsərin artıq əfsanə olduğunu, epik növdə əfsanə olduğunu müəyyənləşdirdik. Burada qeyri-real varlıqların olduğunu müəyyənləşdirdik. Bəs nağıldan bunun fərqi nədir? O barədə deyib dərsimizi yekunlaşdırırıq. Nağıllarda da var bu cür qüvvələr, nağıllarda da iştirak eləyir, əfsanələrdə də iştirak eləyir. Bəs niyə biz bunu, məsələn, nağıl demirik, əfsanə deyirik? Nağıllarda, sehirli nağıllarda sehirli qüvvələr var. Amma burada görürük ki, sehirli qüvvələr yoxdur. Nağıllarda da insan daşa, quşa çevrilə bilir. Amma nağıllarda onu nəsə çevirir, hansısa bir sehirli qüvvə eləyir. Burada isə əfsanələrdə isə sehirli qüvvə yoxdur. O daşa çevirmək belə bir şey yoxdur. Əfsanələrdə sözlə, insan özünün arzusu ilə bu baş verir. Yəni indi biz gördük ki, burada ceyran əlini qaldırıb, göyə qaldırıb yalvardı ki, daşa, qayaya çevrilsin. Göydən Tanrı onu daşa, qayaya çevirdi. Bulağın suyun qurulması göz yaşının vasitəsilə oldu. Nağıllarda isə bunu eləyən qüvvələr var. Yəni sehirli qüvvələr var. Əfsanələrdə belə sehirli qüvvələr iştirak etmir. Ona görə də oxuduğumuz, indi məzmununu oxuyub öyrəndiyimiz Su həsrəti, şifahi xalq ədəbiyyatı epik növün əfsanə janrına aiddir. Hələlik bu qədər, sağ olun.